Özümü oda suya vururdum. Bir dəfə dənizdə çiməndə batırdılar. Dedim dəli olaram. Sözümü qulaq asırdılar ki... Batırdılar? Doğrudan? Hə, dənizdə çiməndə oğlan uşağı xilas elədik. Az qalmışdı ikisini də öldürəm. Amma deymədim, yaman qorxmuşdular. Qəribə işdi. Neçə vaxt mən elə o qızları axtarıram. O qızlar sizsiz? Niyə axtarırsan? Yadıma düşdü. O batdı. Elə bu? Onda... bir balaca qız da... batdı. Bizə qonaq gəlmişdi ana, yadındadır? Leningraddan. Adı neydi onun? Hə, bizim Bakılılardır. Leningradda olurdular. Yazıq qız. Deməli hamını xilas eləyə bilmədi, ancaq üçünü. Necə ana, ancaq üçünü? Çünki bu yaxınlarda biri ilə görüşmüşəm, Zeynəblə. Yoxsa onu da unutmuşsunuz. Hə, yadıma gəlir. Orada bir qız da vardı, özü deyəsən çimmirdi. Yerli idi bu zovnalı, hə də yerli cəmaat dənizdə çimmir. Ona görə də sahildə... Hə, bəs o Zeynəb dediyiniz sizə nə danışdı? Heç nə, istəyirdi danışsın. Fikrini dəyişdi, daha doğrusu qoymadılar onu danışmağa. Yadımdadır. Elə hey gülürdü. Yaman şoxdu, qiyamət qızdı. Heç kəs saxlaya bilmirdi onu. Elə bütün yolu uğunub gedirdi. Kimi deyirsiniz? O qızı deyirəm, dənizdə batanı. Niyə gülürdü? Səbəbi yadınızda deyil. Bilmirəm, uşaq niyə gülür, niyə ağlayır. Heç başa düşmək olmur. Ana, biz hazırıq. Gəldim. İsami, gedək bizi ilə zooparka. İsa, sağ ol oğlum. Sağ olun.